Ətraf mühitə nəzarət departamenti İmiretidə qeydiyatsız fəaliyyət göstərən mişar sexi aşkarlayıbdır. Zessafonidə bir nəfər həyatyanı sahədə qanunsuz lent tipli mişar quraşdırıbdır. Əraziyə baxış zamanı qırmızı siyahı ilə qorunan şabalda ağacından 0,5 kubmetr taxta aşkarlanıbdır. Fakt cinayət tərkibli olduğu üçün materiallar aidiyyatı quruma göndərilibdir. Bu il ölkə üzrə 56 qanunsuz mişar sexi müəyyən olunubdur. Polis Tbilisidə baş verən qarət hadisəsinə görə 1971-ci il təvəllüdlü R.C.-ni saxlayıbdır. O, Bakı Saburtal rayonunda bir mənzildən müxtəlif əşyalar və pul oğurlayaraq hadisə yerindən qaçıbdır. İstintaq zamanı oğurluq əşyalar maddi sübut kimi götürülübdür. Qarət əməli 8 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Mərkəzi Kriminal Polis Departamenti Batumidə 2 şəxsi, əvvəllər məhkum olunmuş QX-nı və Qazaxıstan vətəndaşı AV-nı saxlayıbdır. QX-nın üzərində və evində 10,47 qram metadon, 40 qram marixuana və qablaşdırma üçün istifadə olunan materiallar aşkarlanıbdır. AV-nın evində isə əlavə olaraq 43 qram metadon tapılıbdır. Onlar narkotiklərin qanunsuz dövriyyəsi və satışına yardımda ittiham olunurlar. Cinayət əməli 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Gürcü Arsunun Daxili İşlər Naziri Qela Qelazev Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və İnspeksiya İdarəsinin direktoru General-Leytenant Yaşar Qadıoğlu ilə görüşübdür. Türkiyə nümayəndə heyəti noyabrın 11-də sərhəd yaxınlığında qəzaya uğramış hərbi təyyarə ilə bağlı Gürcüstana gəlib və axtarış xilas etmə işlərində iştirak edib. General Qadıoğlu göstərilən operativ əməkdaşlığa görə Gürcüstana təşəkkür edib və polis bölmələrinə peşəkarlığını yüksək qiymətləndiribdir. Qəza nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 hərbçisi həlak olub. Macarıstan və Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Gürcüstan sərhədini qanunsuz keçdiyinə görə axtarışda olan Türkiyə vətəndaşı 1992-ci il təvəllüdlü DQ-nı Batumidə saxlayıblar. O, sentyabr ayından axtarışda olubdur. Cinayət əməli 5 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Saxlanılan şəxs penitensiar müəssisəyə yerləşdirilibdir. Kutaisi Beynəlxalq Hava Limanında polis və gömrük əməkdaşları böyük miqdarda narkotik və psixotrop maddə aşkarlayıbdır. Saxlananlar arasında Gürcüstan və xarici ölkə vətəndaşları 1983-cü il təvəllüdlü NÇ, 1983-cü il təvəllüdlü DH və 1985-ci il təvəllüdlü AS var. Əl yükündə 427 kapsul narkotik və psixotrop maddə tapılıbdır. Cinayət əməli 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Samegrelo Yuxarı Svaneti Polis Departamenti 2 şəxsi saxlayıbdır. Onların üzərində satışa hazırlanmış metadon tərkibli qranullar və toz aşkarlanıbdır. Cinayət əməli 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Macarıstan polis əməkdaşları Ukrayna vətəndaşı 1988-ci il təvəllüdlü LŞ-nı Xelvatçauridə saxlayıbdır. Şəxsi əşyalarında satışa hazırlanmış 91 paket metadon və narkotiklərin qablaşdırılması üçün materiallar, yapışqan lent və elektron tərəzi tapılıbdır. Cinayət əməli 20 ilədək və ömürlük həbs cəzasını nəzərdə tutur. Tbilisi Polis Departamenti 1991-ci il təvəllüdlü NF-nı saxlayıbdır. O, keçmiş münaqişədən yaranan səbəbdən sığçıya fiziki zərər vurub və hadisə yerindən qaçıbdır. Zərər çəkmiş xəstəxanaya yerləşdirilibdir. NF isə hadisədən dərhal sonra saxlanılıbdır. Cinayət əməli 2 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.